Son günlərdə ölkəmizin regionlarında, eləcə də Sumqayıt şəhərində itlərin hücumu artıq sakinlərin kabusuna çevrilir. Belə ki, it hücumları sakinləri böyük narahat edir. Şəhərin bir çox ərazilərində it hücumları təhlükə yaradır. Belə ki, sürü ilə gəzən itlər insanlara, məktəblilərə, sakinlərə hücum edir və onları yaralayır. Bu səbəblə də Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindən qaynar xəttimizə şikayət daxil olur. Artıq bir neçə həftədir ki, sahibsiz küçə itləri ölkəmizdə və ölkəmizin regionlarında sakinlərə hücum edirlər. Elə məhz itlərin təhlükəsi ilə üzləşən ərazilərdən biri də Sumqayıt şəhər 17-ci mikrorayon ərazisidir. Deyədir ki, Sumqayıt şəhər 17-ci mikrorayon ərazisindən qaynar xəttimizə bu barədə şikayət daxil olub. Burada sürü ilə gəzən itlər insanlara hücum edə, onları yaralaya bilərlər. İndiyə qədər heç bir hücum olmasa da bu böyük bir təhlükə mənbəyidir. Onlar həmin ərazidə övladlarını məktəbə göndərməyə qorxduqlarını, bu səbəblə də hətta bəzi valideynlər övladlarını məktəbə çomaqla göndərdiklərini bildirirlər. Bu barədə sakinlərdən qaynar xəttimizə şikayət daxil olub. Sumqayıt şəhər icra hakimiyyətindən isə bildirilib ki, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən müvafiq qurumlarla bu işlərin daha da intensivləşdirilməsi üçün tapşırıq verilib. Qeyd edək ki, sahibsiz itlərin toplanması, sığınacaqlara yerləşdirilməsi və peyvəndlənmə prosesi davam edir. Yusif Fərmanlı, Əhməd Məhəmmədov, Əli Həmzəyev, RTV xəbər.